Usame İbn Zeyd radiyallahu anhudan gələn rəvayətdə deyir ki, qultu linnəbi sallallahu aleyhi və səlləm, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə dedim ki, məli ərəkə təsumu fi şəhri Şəban, mə lə təsumu fi qeyri minəş-şuhur. Nə olub ki, mən görürəm, sən Şaban ayında başqa aylarda tutmadığın qədər oruç tutursan. Yəni Ramazan xaric, Ramazanın hamısını tutardı və digər aylardan daha çox Şaban ayında tutardı Allah Resulü sallallahu aleyhi və səlləm. Və buyurur ki, hədə şəhrun yəğfulu anhu əksərun nəsi beynə Rəcəbə və Ramazan turfa'u fihi'l a'malu ilallahi celle ve ala. Fe ana uhibbu en yurfa amali fihi ve ana saim. Yəni bu ay bir çox insanların qafil qaldığı, Rəcəblə Ramazan ayının arasında olan bir aydır. Bu ayda əməllər Allaha tərəf qaldırılır. Və mən də istəyirəm ki, mənim əməlim qaldırılarkən oruclu olum. Yəni bu hədis, yəni səhih hədisdir, sabit hədisdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əməllərin, yəni illik əməllərin bu ayda, Ramazan ayında qaldırıldığını bəyan edir. Və bildiyimiz kimi gündəlik də əməllərin qaldırılması var. Necə ki bu hədisdə gəlir. Bir hədis edir təaqabuna fikum bil-leyl və-nəhar mələikə. Yəni gecə və gündüz sizi mələklər təqib edir. Həm sübh və həmçinin əsr namazlarında əməllər qaldırılır və bu əməllərin gündəlik qaldırılmasıdır. Və həmçinin həftəlik də əməllərin qaldırılmasına dəlil vardır. Yəni, birinci və dördüncü günlər. Və ona görə o günlər də oruç tutmaq yəni müstəhəbdir. Amma bu hədis isə əməllərin, yəni illik əməllərin qaldırılmasına dəlildir. Şaban ayında. Deməli, bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bildirir ki, yəni bu ay bir çox insanların qafil qaldığı bir aydır. Bir çox insanların qafil qaldığı bir aydır. Və mən də istəyirəm ki, bu ayda əməllərim qaldırılarkən oruclu olum. Yəni, Rəcəblə Ramazan arasındadır. Rəcəb ayı haram aylardandır və ərəblər hətta cahiliyyət dövründə belə haram ayların hörmətini saxlayırdılar. Və Allah Teala o ayların haram olmasını Quranda açıq aydın bildirir və bu da qiyamətə qədər belə olaraq qalacaqdır. Deməli, ərəblər cahiliyyət dövründə belə bu ayların hörmətini saxlayırdılar və müsəlmanlar isə bu ayların İslamda hörmətini daha güclü saxlayır. Yəni, Rəcəb ayı da haram aylardandır. Və o ki, qaldı Ramazan ayı. Ramazan ayı Quran ayıdır, qiyam ayıdır, zikr ayıdır. Ramazan ayı oruc ayıdır. Və Ramazan ayının da fəziləti hər kəsə bəllidir. Amma Şaban ayına gəldikdə isə bu iki ayın arasında olduğuna görə yəni buna o qədər diqqət yetirmirdilər. Və Şaban adlanmasına da səbəb yəni onlar yəni döyüş üçün yəni bir növ səpələnir, dağılırdılar. İz yaxrucuna minəşşəhril haram yuta'addişin
elə bil ki, haram ayından susamış kimi çıxırlar. Yəni döyüş üçün susamış olur və bu cahiliyyət dövründə belə idi. Fəyəqulu Nəbiyyünə sallallahu aleyhi və səlləm, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni bu 2 ayın qədri, qiyməti bilinirdi. Yəni bir çox insanlarda, yəni bunun üstünlüyü, fəziləti bəlli idi və buna görə də Şaban ayı qəflət içərisində keçirdi. Və həmçinin ikinci vurğuluyur ki, bu ayda əməllər qaldırılır və mən də istəyirəm ki, əməllərim qaldırılarkən oruclu olum. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm demək olar ki, Şabanın hamısını və yaxud da çoxunu oruç tutardı. Və oruc da insanda ixlası yaradır. İxlasın yaranmasına səbəbdir və həmçinin oruc səbəbi ilə təqva əldə olunur. İnsan təqvanı qazanmasına səbəb olur. Çünki oruc ayələrində Allah Teala buyurur: "Ya eyyuhellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, yəni sizdən əvvəlkilərə oruc fərz edildiyi kimi sizə də fərz edildi ki, təqvalı olasınız. Deməli, bu ayədə orucun hikməti açıq-aydın vurğulanır. Təqvanı əldə etmək, təqvalı olasınız deyə. Və alimlər də buyurur ki, ibadətdəki hikməti bilmək, ibadəti, o əməli adətdən ibadətə çevirir. Yəni bir çox insanlar oruç tutur. Yəni oruç tutanlar çoxdur, amma nə üçün? Oruç tutduğunu bilənlər azdır. Yəni insan nə üçün oruç tutduğunu bilərsə, yəni artıq bu ibadət olur. Və bəzən insan, yəni insanlara qoşulub oruç tutur, amma nə üçün oruç tutduğunu bilmir. Və ona görə bunun üzərində böyük bir fayda hasil olmur.